indi artıq hakim bildirir ki, döyüşə başlamaq olar və başlıqlardan əlavə idmançıların geyimlərinə də diqqət yetirməklə onları ayırt eləmək olar. Belə ki, Könül Zamanova ağ və qara qarışıq rəngli geyimdə meydana çıxıb. İndi Nərminə Əliyeva sərhədçi klubunun yetirməsi çox fəal bir şəkildə hücumlarını davam etdirir və rəqibini geri çəkilməyə məcbur edir. Bəli, döyüşün əvvəlində Nərminə Əliyeva demək olar ki, təşəbbüsə gələnib. Onun zərbələrinin də çox güclü və dəqiq alındığına yəqin diqqət yetirirsiniz. Və ən mühüm məqam da bundan ibarətdir ki, idmançı zərbə vurarkən qolunu axıra qədər açır. Qadınların yarışında ümumiyyətlə, bu neçə gün ərzində müşahidə etdiyimiz texniki hazırlıq baxımından ən yaxşı idmançılardan biri kimi Nərminə Əliyeva diqqəti cəlb edir və yenə də güclü zərbələrlə rəqibini geri çəkilməyə məcbur edir və yaxın döyüşdə çox güclü zərbələrlə Könül Zamanovanı çətin vəziyyətə salır və bunu gözləmək olardı. İndi hesab açılır. Könül Zamanova bildirir ki, döyüşü davam etdirməyə hazırdır. Daha doğrusu döyüşü davam etdirməyə iqtidarındadır və hər iki idmançı yenidən ringin mərkəzinə dəvət olunur. Yenə də Nərminə Əliyeva hücumdadır və bu dəfə artıq rəqibinin əks zərbəsini də gözləmir və artıq yəqin edib ki, rəqibi əks zərbə vura da bilməyəcək və belə bir əminliklə, belə bir qətiyyətlə rəqibini güclü zərbələrlə ringin küncünə çəkilməyə məcbur edir və birinci raund başa çatır. Hər halda bu raundda Nərminə Əliyevanın açıq-aşkar üstünlük qazandığını müşahidə etdik. O rəqibini hətta knockdown vəziyyətinə də saldı. Bu fragmentlərin təkrarına gəlin baxaq. Könül Zamanova açıq-aşkar görünür ki, bu hücumların qarşısında hətta özünü itirirdi də. Və Nərminə Əliyeva belə məqamlarda hətta karate fəndlərinin də müxtəlif variasiyalarından istifadə edirdi. Rəqibi ayaqla zərbə indirən zaman onun ayağından yapışmaqla digər qolu ilə dərhal zərbə indirirdi və belə fəndlər karatedə daha effektli alınır. Amma indi kickboks təlimində də Nərminə Əliyeva göstərdi ki, bəli, bu fəndlərdən bacarıqla istifadə eləmək olar. İstirahəti üçün ayrılmış vaxt başa çatır və indi idmançılar yenidən ringin mərkəzinə dəvət olunurlar. Görüş davam etdirilir. Yeridən Nərminə Əliyeva hücumdadır və açıq-aşkar görünür ki, idmançı heç nəyin fərqinə varmır. Onun yalnız bir məqsədi var, tezliklə rəqibini təslim etmək. Amma Könül Zamanova ilə döyüşü davam etdirir, doğrudur. Mübarizəni davam etdirmək onun üçün dəqiqədən dəqiqəyə daha çətin alınır və yenə də Nərminə Əliyeva hücumdadır. Çox güclü zərbələr endirir və hakim yenidən idmançıları ringin mərkəzinə dəvət edir. Belə bir təsəvvür yaranır ki, Nərminə Əliyevanın daha bir zərbəsi əgər tutarlı, dəqiq alınsa, hakim yenə də hesabı açmalı olacaq və əgər bu baş versə, o zaman mənə gəlir ki, döyüşü dayandırmaq da olar. Nərminə Əliyevanın zahiri görünüşündə də çox qətiyyət, qalib gəlmək istəyib və hətta mən deyərdim ki, müəyyən qədər amansızlıq cizgiləri də açıq-aşkar özünü büruzə verir və Könül Zamanovanı da yəqin ki, ən çox çəkindirən də məhz bu məqamdır.
Azərbaycan çempionatı kickboksun low kick, full kontakt versiyası üzrə keçirilir. Yəni burada zərbələrin gücünə nəzarət edilmir. İstər kişilərin, istərsə də qadınların turnirində fərqi yoxdur. İdmançıların hamısı tam gücü ilə zərbə endirə bilərlər. Yəni bu böyüklər arasında keçirilən yarışdır və zərbələrə, rəqiblərinin hücumlarına da hər bir idmançı hazır olmalıdır. Çünki qarşıda mötəbər yarışlar olacaq və Vako versiyası üzrə dünya çempionatı doğrudur bu il olmasa da hər halda Avropa çempionatı gözlənilir. Növbəti mövsümdə isə Vako üzrə dünya çempionatında da respublikamızın nümayəndələri məhz bu versiya üzrə yarışda qüvvələrini sınamalıdırlar. Ona görə də indidən artıq onlar mübarizənin kəskinliyinə tam hazır olmalıdırlar. İkinci raundda Nərminə Əliyeva yenə də əvvəlki kimi hücum üslubunda döyüşürdü və demək olar ki, ilk iki raund ərzində sərhədçi idman cəmiyyətinin yetirməsi açıq-aşkar üstünlük qazanır. İndi isə üçüncü raund başlanır. Hakim bildirir ki, döyüşü davam etdirmək olar. Nərminə Əliyeva yenə də təşəbbüsə yələməyə cəhd edir. İkinci raundda müəyyən fasilədən sonra hiss olunur ki, Naxçıvan klubunun yetirməsi bir qədər sakitləşib və indi rəqibinin hücumuna qarşı hazır olduğunu göstərir. Bununla belə onun özü zərbələr endirmək, hücuma keçmək baxımından o qədər də fərqlənmir. Sadəcə olaraq rəqibini indi məsafədə saxlamağa çalışır. Başqa sözlə, sırf müdafiə vəziyyətində rəqibinin nə edəcəyini gözləyir. Hakim yenidən görüşü dayandırır. Nərminə Əliyeva rəqibini ringin küncünə sıxışdırmışdı. Yenidən hesab açılır. Yenə də Könül Zamanova knockdown vəziyyətinə düşür. Görünür artıq döyüşü dayandırmaq lazımdır, amma Könül Zamanova bildirir ki, xeyr, o döyüşü davam etdirəcək. Bəli, Naxçıvan klubunun yetirməsi vaxtından əvvəl təslim olmalı, özünə sığışdırmır. Əlbəttə ki, bu da çox yaxşı keyfiyyətlərdən biridir, amma hər halda idmançıların da hazırlıq səviyyələrindəki fərqi də nəzər almaq lazımdır və açıq-aşkar görünür ki, Nərminə Əliyeva rəqibindən xeyli üstündür. Üçüncü raundda başa çatdı, beləliklə mübarizə bitir və indi qalib elan olunmalıdır. Üçüncü raunddan fraqmentlərin təkrarında da açıq-aşkar görünürdü ki, bəli, Nərminə Əliyeva həm əl, həm də ayaq zərbələrindən çox bacarıqla istifadə edir və rəqibini tez-tez çıxılmaz vəziyyətlərə salırdı. 57 kiloqram çəki dərəcəsində indi yarı-final görüşünün qalibi elan olunur. Nərminə Əliyeva bu görüşdə qalib gəlməklə finala çıxır və qeyd edim ki, finalda onu rəqibi Kaspiyan klubunun yetirməsi Güntəkin Ələskərlinin də işi heç də asan olmayacaq. Nərminə Əliyeva əsl döyüşçü keyfiyyətləri ilə seçildi və ümumiyyətlə belə bir təsəvvür yaranır ki, onun üçün qarşısındakı rəqibin heç bir fərqi yoxdur. Beləliklə, Nərminə Əliyeva qalib gələrək finala çıxır. Bir qədər əvvəl bir-birlərini güclü, amansız zərbələrlə döyəcləyən idmançılar indi görün nə qədər mehribanlıqla
bir-birlərinə təşəkkürlərini bildirir və ringi tərk edirlər. Əlbəttə, ringdə hər bir idmançı öz üstünlüyünü nümayiş etdirməli, ringdə rəqabət aparmalı. Amma ringdən kənarda isə